Əsrlərin sükutuna qərq olmuş Ceyrançöl düzü. Bu geniş coğrafiyanın abidələri minilliklər boyu müxtəlif tayfaların izlərini qoruyub saxlayır. Bugün həmin izlərin mühüm bir hissəsi Keşikçıdağ Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində, qədim kurqanların yerləşdiyi Kərvan Dərəsi ərazisində yenidən üzə çıxır. Son illərdə Kərvan Dərəsi ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı Son Tunç və erkən dəmir dövrünə aid kurqanlar araşdırılmışdır. Bu kurqanların örtüyü altında yerləşən dəfn kameraları qədim insanların dəfn adətləri, həyat tərzi, hərbi mədəniyyəti haqqında məlumatlar verir. Coğrafi baxımdan böyük və kiçik Qafqaz sıra dağlarının qovuşduğu dar bir arealı əhatə edən Ceyrançöl düzü, tarixən şimaldan və cənubdan iri miqrasiyaların daşıdığı mədəniyyətlərin, dini ideoloji baxışların, innovativ sosial və texnoloji ideyaların hərəkət zolaqlarından biri olmuşdur. Arxeoloji qazıntılar zamanı keramika nümunələri, bəzək əşyaları, metal əşyalar və müxtəlif silah nümunələri aşkar edilmişdir. Tapıntılar arasında xüsusi diqqət çəkən nümunələr də var. Bunlar skif tipli tunç ox ucluqlarıdır. Skif tipli ox ucluqlarının 2 ədədi 1A nömrəli kurqandan, qalan 4 ədədi isə 1 saylı kurqandan aşkar edilmişdir. Onların ikisi işbərli, digərləri isə üçpərlidir. Arxaik skif tipli ox ucluqları hesab edilən bu ucluqlar dövr baxımından eradan əvvəl 7-6-cı əsrlərə aid edilir. Skif tipli ox ucluqlarının və skif mədəniyyəti üçün xarakterik olan digər materialların Azərbaycanda tapılması skiflərin cənuba yürüşləri ilə əlaqələndirilir. Tədqiqatlar göstərir ki, skif tipli ox ucluqları yalnız bir ərazi ilə məhdudlaşmır. Onların yayılma arealı Cənubi Qafqazdan Ön Asiyaya və Avrasiya çöllərinə qədər uzanır. Təkcə Azərbaycanın qərb bölgəsində hazırda qazıntısı aparılan Keşikçıdağ kurqanları ilə yanaşı, Poylu və Ağlıq Təpə yaşayış yerlərindən xeyli skif mənşəli avadanlıqlar aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, skif tipli ox ucluqlarına yalnız skiflərin yaşadıkları ərazidə deyil, ondan çox-çox uzaqlarda da rast gəlinir. Qədim Yunan və Latin müəlliflərin verdikləri məlumatlara görə skiflər Qabaqasiyaya Qafqazdan keçərək getmişdilər ki, bu birinci dəfə eradan əvvəl 7-ci əsrdə baş vermişdir. Bir çox tədqiqatçılar bu tip ox ucluqlarının eradan əvvəl 7-ci əsrdən başlayaraq yayıldığını və eradan əvvəl 7-5-ci əsrlər adi yaşayış yerlərinin mədəni təbəqələrindən və qəbr abidələrinin tapıldığını yazmış və onları skiflərlə, kimerlilərlə və midiyalılarla bağlamışlar. Orta Kür hövzəsinin mədəni tarixi populyasiyasında əsas coğrafi faktor kimi Ceyrançöl ərazisi də skif etnik mənsubiyyətini daşıyan tayfa və birliklərin dəfn adətlərinin indiyədək qorunduğu lokal ərazidir. Keşikçıdağın Kərvan Dərəsi kurqanlarından tapılan ox ucluqları ən çox qəlibdə tökmə və qismən döymə üsulu ilə hazırlanmışdır. Bir çox mədəniyyətlərin qovuşduğu və zəngin təbii sərvətlərə, əlverişli coğrafi şəraitə malik olan Ceyrançöl düzənliyi və bu düzənliyin tərkibi hissəsi olan Keşikçıdağ Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisi skif dövrünə aid artefaktların aşkar olduğu mədəni mərkəzlərdən biridir. Ceyrançöldə Kərvan Dərəsində qazılmış kurqan qəbirlərindən aşkar edilən skif tipli ox ucluqları ərazinin, eləcə də Azərbaycanın qərb hissəsində məskunlaşmış əhalinin etnik, mədəni, iqtisadi və ticarət əlaqələrini öyrənmək baxımından müstəsna əhəmiyyət kəsb edir. Skif dövrünə aid artefaktların tapılması məhz həmin dövrdə və bundan əvvəlki dövrlərdə Ceyrançöl ərazisinin tranzit siyasi iqtisadi əhəmiyyətinin bariz nümunəsidir. Nəhayət, tədqiqatlarımızın yekunu yüksək reytinqə malik Beynəlxalq Scopus indeksli Qazaxıstan arxeologiyası jurnalında nəşr edildi. Məqalədə ox ucluqlarının xüsusiyyətləri, xarakteristikası, yaxın analogiyaları, skif tipli silahları mənimsəyən yerli tayfaların dəfn adətlərindəki lokal variantlar araşdırılır. İnanırıq ki, müştərək yazılmış məqalə elmi cami ilə yanaşı geniş oxucu auditoriyası üçün də maraqlı olacaqdır. Kərvan Dərəsi ilə başladığımız söhbət böyük hekayənin bir hissəsidir. Keşikçıdağın hər bir kurqanı və torpaq altında yatan hər bir artefakt bizə minilliklərin o tayından bəhs edən çoxlu hekayələrin, Ceyrançölün sükutunun sözlə danışan tarixin başlanğıcıdır.